Bizim məclisimizin nurlandırır. Şərəf verir. Çok sağ olun. Qardaşımızı yerə sağ olun. Helaldan bəri. Amma əfsuslar olsun ki, indi o nəsil gedir, sonra gələn nəsil elə mən özüm də daxil olmaqla biz özümüz də hiss edirik ki, biz o ağsaqqalların, o ustadların əsrini verə bilmirik. Onları da yetirən bir zamanı var idi, onların da bir növ belə bir dövrü var idi ki, məhz o dövrü yetirmişdi onları. Həmin o Abşeron atmosferası, Abşeron havası, bizim o bağlarımız, qumumuz, nə bilim, neyimiz ki, bizim sırf özümüzünki idi. Və bizim bu ustadları, ağsaqqalları həmin mühit yetirmişdi. Biz o mühiti görmədik, ona görə biz biraz başqa cürük. Və həmişə də xatırlayanda, yada salanda bizim o böyükləri, ustadları, rəhmətə gedənləri, qalanları görürük ki, yəni o bir fenomenal və qəribə bir şey idi, onların yetişməyi, onların bir danışıq tərzi, düşüncə tərzi, yazdıqları, poeziyası və mən saray cəmaatını bir növ haradasa qibtə edirəm ki, həmin nəslin son nümayəndəsi qalıb, axırıncı ağsaqqalımız qalıb Rəhim dayı ki, onu gerək bir növ yağ içində börək kimi saxlayaq. Bir dənə qalmışsa Rəhim dayı, başqası yoxdur. Başqası yoxdur, indi Allah sənə ömür verir. Sənin kimi ağsaqqallardan biz o keçmişlərin, Həcmahir kimilərin, nə bilim Rüstəm Samid kimilərin, bizim o böyük ağsaqqallarımızın ta yüzü o tərəfə Əli Fəhmiyə qədər o adamların ətrini sizin kimi ağsaqqallardan alırıq. Amma kimi deyirəm, amma bir başqasını görmürəm, elə bir dənə sənsən. Yəni canından müğayyət ol, özündən müğayyət ol, nə lazımdır, nə bir ehtiyacın olarsa biz tərəfdən hər cür hazırıq həmişə kiçikliyində, qulluğunda yanmağa. Amma indi biraz xatirələrə getmək istəyirəm. Mən uşaq vaxtından indi hamımız şeir oxuyardıq və təbii ki o dövrdə indi hər insanın özünün istiqaməti var idi. Biz kirpi jurnalını mən çox xoşlayardım. Çox xoşlayardım. Yəni 11-12 yaşından həmşahlardı, 20 köpü idi də, elə bir böyük qiyməti yox idi. Və təbii ki orada indi müxtəlif satiralarda görürdü adam şeirlər zətlər, amma çoxsu heyecanlı olardı, nə olardı, o qədər cəlb eləməz və birinci dəfə mən orada Rəhim Saraylı imzasını oxudum, bir satirik şeir idi. Bəlkə də Rəhim dayının özünün yadına gələr, belə bir şeir idi. O küçələri su basmaq zat boyu ilə bağlı idi. Rədifi də belə idi ki, gəl kirpi dayı, gəl saraya, yaz küçələrdən. Çirkab sular basıb sarayı, yaz küçələrdən. Bu belə bir şeir idi. Röfət Əhmədzadənin vaxtında çap olunmuşdu. O qədər doğma gəldi, o qədər özünkü gəldi adama ki. Tanımırdım kimdir, nədir, bilmirdim, amma böyle qəribə bir özünkilik hissi gəldi mənə. Birincisi, həmin o təsvir olunan şeylər bütün kəndlərdə var idi. İkincisi, o qədər səmimi, o qədər rahat verilən təsvir olunmuşdu ki, yəni sonra ikinci dəfə artıq Rəhim dayının şeirlərini biz gördük bir toplu var idi, bir qəzəl toplusu. Orada Həcmahir, Əliyağa Bakir'in şeirləri var idi. Yəni Rəhim dayının da şeirləri var idi orada. Və bizim o dövrki ağsaqqallarımızdan, böyük şairlərimizdən ki, sırf Abşeron havasını öz içində daşıyırdı. Elə bir dənə o balaca toplu yadigar qaldı bizə. 6 şair səhv eləmirəmsə orada var idi. Balaca bir kitab idi, belə göy kitab. Seydağa rəhmətli idi, sonra Həcmahir rəhmətli idi orada. Sonra kimlər var idi? Rəhim dayı idi, Şahin Fazıl idi. Sonra, yəni bir neçə belə şairlər var ki, orada yəni həmin dövrün qəzəl şairlərini indi Hökumətov biraz yaxşı baxırdı qəzəl yazmağa və o kitabda nə əcəbsə belə bir toplu buraxdılar. Və deyirsiniz ki, bizim bütün cavanların ürəyinin başında gezdirdiyi kitab idi o şey. Çünki bir kitabda bizim o ustad bildiyimiz, ağsaqqal bildiyimiz 6-7 adamın şeiri çıxmışdı və qəribə də bir şey vardı bizim başı şairlərində, indi həmişə onu deyirik, mən hər ətrafda çox görürəm onu ki, kimi bir dənə balaca bir yazısı, ya bir dənə balaca bir nə olur. Bunu bir bəhbəhlə gidib verirlər cəmaata, bunu reklam eləmək, təbliğ eləmək. Biz öz ustadlarımızda, ağsaqqallarımızda bunu görmürdük. Böyle həmin o köhnədən qalma, o köhnə ağsaqqallarımıza xas olan o təvazökarlıq, o sadəlik, yəni bu şeylər onların zinəti olub həmişə. Hindinin özündə də məsələ üçün baxırsan ki, o şey yoxdur bizimkilərdə. Tarixini araşdırırsan, görürsən kitab çap eləməyi dalıyca qaçmayıb, reklam dalıyca qaçmayıb, yəni özünü təbliğ eləməyi dalıyca qaçmayıb. Ancaq elə öz sənəti ilə, yaradıcılığı ilə, bir də ki, gənclərin yetirməsi ilə. Bizim, nə qədər bizim nəsildaşlarımız varsa, mənim yaşıdlarım, prezində məndən kiçik olan, böyük olan, biz hamımız belə ağsaqqalların əlindən su içmişik və nə öyrənmişiksə, kitablardan yox, ağsaqqallardan öyrənmişik. Allah gedənlərə rəhmət eləsin, qalanların canlı sağ eləsin, Rəhim dayı başda olmaqla. Çox sevindim. Tədbirin adı gələn kimi dedim ki, böyük həvəsən iştirak edəcəm. Çünki borcumuzdur, tək mənim yox, hamımızın borcudur və əslində bundan da böyük tədbirlər olmalıdır, böyük kitabları çap olunmalıdır. Rəhim dayının böyük ağsaqqal qeyd elədi ki, çoxlu satirik şeirləri var, yəni qəzəlləri var. Yəni mən çox arzu edirəm ki, yaxşı kitabları çıxsın və Bırbıra ilə bərabər lazımdır, Yazıçılar İttifaqında da onun təqdimatlarını keçirdik, yığıncaqlarını keçirdik, mən hamısını təşkil edeyim, amma qalsın. Yəni 3 nəfər, 5 nəfər, 20 nəfər bir məclisdə dinləyib, bu başqa bir şeydir, amma kitab halında bu daha lazımdır, daha əhəmiyyətli bir şeydir. 1 cild olsun, 2 cild olsun, 3 cild olsun, amma
bütün əsərlər toplanıb kitab halına gəlib çıxsın. Çünki kitab əbədi bir şeydir, kitab insanın yaradıcılığının pasportudur. Çox başınızı ağrıtdım. Mən bir-iki şeir oxuyardım. Rəhim dayının yığıncağında şeir oxumaq fəxirdir mənim üçün. Bir zirvəsi qarlı, uca dağdır ki, qəmi eşq, şair təbi oradan su alan xırda bulaqdır. Allah əbədiyyət sarayını bizlərə vermiş. Dünyamız o zinətli sarayda bir otaqdır. Dağlarca əzab verdiyi üçün mənə dövran, dağdan da böyük yarəli sinəmdəki dağdır. Var dövləti tutmaq üçün ayaqlar da əl olmuş. Var dövləti tutmaq üçün ayaqlar da əl olmuş. İmanı atıb qaçmağa əllər də ayaqdır. Dünyaya qonaqdır dedilər hər gələn insan. Dünyaya qonaqdır dedilər hər gələn insan. Hər halda qonaqdırsa da çox üzdü qonaqdır. Məcnuna həyat yoldaşı qəm, Fəhmiyə möhnət. Aləm dedi Məcnun ilə Fəhmi bacanaqdır. Elə dünyaya düşdük ki, qaralar ağ yiyir, doymur. Bacarsa öldürür, öldürməsə sağ-sağ yiyir, doymur. Düşübsə iblisin zindanına ruhun əl üz ondan, elə zindandır bu, hər gündə 100 dustağı yiyir, doymur. Kiminə bir içim su, bir udumluq duz çörək bəsdir. Kimi isə gündə bir dərya içir, bir dağ yiyir, doymur. Nə qədri məzlumun ahın udur göylər, udur, bezmir. Nə qədri can fəda mərdlər yiyir, torpaq yiyir, doymur. Bu yandan bir vəfasız yar, o yandan rəhmisiz dövran. Bu qansızlardır Fəhmi, ömrümü ortaq yiyir, doymur. Suda qərq etsə də ey dil, məni naçarı yağış, söndürə bilmədi qəlbimdəki odları yağış. Bu Füzulinin su qəsidəsinə bənzətmədir. Göydə səyyarələr ağlar mənə, bir bax, bu su da yarı səyyarələrin göz yaşıdır, yarı yağış. Necə ar eyləməyib busə o güldən dilədim, yuyub üzdən aparıb yoxsa həya, arı yağış. Əhli eşqəm, mənə ey dil, nə gerək sərvəti var, könlümün sərvəti atəş, gözümün varı yağış. Göz yaşım görsə bilər sirrimi xəlq, əhsən ki, qoymadı ifaş ola qəlbimdəki əsrarı yağış. İstəmir zərrə qədər toz da qala gül üzdə, ol səbəbdən də yuyur çöhrəyi dildarı yağış. Kəbəyi kuyivə üz tutmuş ikən eşq əhli, yağdı ki, pak eləsin bir belə zəvvarı yağış. Dinlə gör bir nə həzindir yağışın zümzüməsi, yoxsa ki istəyir ötsün kamanı tarı yağış. Bircə an ey pəri cəlb etmək üçün diqqətivi, gündə kuyində təmizlər dəri divarı yağış. Fəhminin kimsəsi yoxdur bu biyabanda gülüm, dostu sirdaşı külək, həmbəmi qəmxarı yağış. Gecə ruhumda yanan şam ki sönər sakitcə, isti gözyaşı donub daşa dönər sakitcə. Tək buraxmam səni, ölsəm də əgər kölgən olub, daim ardınca xəyalım sürünər sakitcə. Sərsəri duyğularım diqqəti cəlb etmək üçün yenə şeir adlı libasın giyinər sakitcə. Gecə göylərdə soyuqdurmu ki, mən yandıqca atəşim üstə mələklər isinər sakitcə. Bu qədər qəm yükünü çəksə də biçarə ürək, səsi çıxmaz, gecə gündüz döyünər sakitcə. Nakam aşiqlərimin ruhudur, qar şəklini alıb, saçına qonmaq üçün göydən enər sakitcə. Kimsəsizlik soyuğundan büzüşəndə Fəhmi, yenə eşq oduna yarım bürünər sakitcə. Bu güzgüdəki sənsən, gülmə mələyim, gülmə. Əksin niyə daşlaşdı, bilmə mələyim, bilmə.
Biz zirvəsinə eşqin ayrılmaq ilə çatdıq. Gecdir yanıma artıq gəlmə mələyim, gəlmə. Göz yaşı o günlərdən çöhrəmdə qalan izdir. Gör bir necə acizdir, silmə mələyim, silmə. Son saniyəsi ömrün qopmaqdadır əqrəbdən. Ölməkdir düşüb dəbdən, ölmə mələyim, ölmə. Təkcə sənin olsun qoy, ruhumda onu bəslə, sən fəhmini heç kəslə bölmə mələyim, bölmə. Çox sağ olun, diqqətinizə görə.